Salam. Bugün sizə Python funksiyalarından məlumat vermək istəyirəm. İlk öncə sep funksiyası ilə başlayıram. Sep funksiyasının mənası birləşdirmək deməkdir. Misal, print 1, 2, 3 sep bərabərdir 1, 2, 3. Məsələn, bunu burada da yaza bilərəm. Print Burada nəticə bizə 1, 2, 3 verəcək. Dediyim kimi, nəticə bizə 1, 2, 3 verdi. Sonra Python'un end funksiyası. Verilən sətrin sonuna verilən simvolu yazır. Misal, print 1, 2, 3, 4, 1, 2, 3, end bərabər 1. 1 olsun, məsələn, ulduz işarəsi olsun, yəni vurma işarəsi. Vurma işarəsi qoyduqda 1, 2, 3 vurma işarəsi kimi olur. Məsələn, göstərim. Burada sep yox, end yazdıq. End yazdıqdan sonra bərabər işarəsini qoyuruq və bu dırnaq içərisinə bu işarədən qoyuruq. Deməli, bizə 1, 2, 3 bir də axırında bu işarəni verəcək. Gəlin run edək. Run verdikcə, bəli, cavab bizə 1, 2, 3 bir də ulduz işarəsi verdi. İndi bizi burada Python kəsimlər qarşılayır. Soldan sağa indekslə orta olduqda sıfırdan başlar. Məsələn, sahib, yəni bunu necə dedim? Sahib bir dəqiqə. Quta girim. Buradan ne yorum? Belə yer götürək. Burada məsələn mən sahib yazım. Sahib. Burada yəni sıfırdan indeks eləmə nə deməkdir? Məsələn 0, 1, 2, 3 və 4. Burada plus olduqda sağdan sola indeksləmə, azalan olduqda yəni mənfi 1-dən başlayır. Məsələn, yenə bir sahib yazım. Sahib. Burada axırdan götürəndə mənfi 1 kimi olur. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Yəni burada sıfırdan yox, mənfi 1-dən götürüyor. Ona görə mənfi 5-dən oldu. Məsələn, informatika sözü olsun, sonra başqa sözlər də yəni belə ola bilər. Məsələn, bunu belə proqramda quraq. Bura girək, buradan bunları silək. Məsələn, yazaq beləsinə. İnformatika
inf no, ha, informatika yazdıqda məsələn 0 1 2 3 4 5 6 7 8 9 10 10-dan olur, amma mənfi 1-dən saydıqda yəqin ki 11-dən olacaq. Çünki 0-dan başlamırıq. Mənfi 11-dən olacaq. İndi isə burada belə bir şey var. Dəqiqə 2 8 2 belə yazaq. İndi bu nə deməkdir? Bunu sizə göstərim nə deməkdir. Bu bir dəqiqə. Burada birinci rəqəm başlanğıcı götürür. Bir dəqiqə bunu sileyim. Birinci rəqəm başlanğıcı götürür. Burada birinci rəqəm başlanğıcı götürür. İkinci, yəni 8 sonu götürür. İkinci bu isə axırıncı addımdır. Yəni burada 8 sonu götürmür. Bu götürmür. Amma bu 2 götürür. Məsələn, informatika yazayıq. Nə oldu? İnformatika. Burada ikinci götürür. Məsələn 0 1 2 3 4 5 6 7 8 9 10. Burada ikincini götürür. 0 1 2. Yəni yox, burada ikincini götürür. 0 1 2. 2 hansıdır? F'dir. Sonra 8'i götürmür. 2. Bir dəqiqə. Burada niyə belə oldu? Bunun cavabı fra olur. Yəni bunun cavabı fra olur. Sonra burada len len funksiyası. Len funksiyası sayır. Məsələn, funksiya sətir və siyahı tipində olan məlumatların uzunluğunu tapır və yaxud sayır. Məsələn, buraya yazaq. A bərabərdir. A bərabərdir. Salam. Sonra burada len A print A